Çinin Range Rover'i Azərbaycan bazarında satışa çıxır. Bu gün haqqında danışacağım avtomobil brendləri Çin bazarında satılmır. Çünki Omoda və Jayco yalnız və yalnız qlobal bazar üçün nəzərdə tutulubdur. Bu əslində tanıdığımız və Azərbaycanda da kifayət qədər populyarlıq qazanmış Chery'nin premium qlobal markalarıdır. Bu iki brendin adının yanbayan səslənməsi də təəccüblü deyil. Çünki Omoda və Jayco əslində eyni yerdən idarə olunan və bütün bazarlarda birlikdə təqdim olunan sadəcə fərqli istehlakçı qruplarına xitab edən avtomobil markalarıdır. Məsələn, Jayco urban off-road ruhuna malik sərt xarakterli SUV modellərində ixtisaslaşdığı halda, Omoda daha çox şəhər sürücülərini hədəfləyən müasir crossoverlərə və elektrikli avtomobillərə fokuslanır. Brendlər 2023-cü ildə qlobal miqyasda təqdim olunubdu və 3 il ərzində Çindən böyük çıxış eləyərək Avropa, Asiya, Afrika, Latin Amerikası, Yaxın Şərq kimi bazarlarda fantastik satış rəqəmlərinə çatıblar. Əslində dəqiq rəqəmlərlə ifadə eləsəm, brendlər 3 ilini tamamlamamış qlobal bazarda düz 900 min ədəd avtomobil satmağı bacarıblar və bu il onların 1 milyon satış eləyənlər klubuna qoşulması gözlənilir. Burada 3 il rəqəmi sizə az gəlməsin, bu sadəcə brendlərin yaranış tarixidir. Əslində isə bu iki markanın arxasında Çində top 5-də olan uzun müddətli təcrübəyə sahib Chery texnologiyası dayanır. Sadəcə Chery qrup bu iki markasını sırf qlobal bazara hədəf almaq üçün yaradıbdır. Bəs burada sual oluna bilər ki, niyə Chery bu brendləri ayırmaq qərarına gəlib? Əslində Chery və onun Omoda, Jayco brendləri texniki, platforma və bir çox detalda eyni mühəndislik əməyindən gəlir. Sadəcə qrup iki brendi sırf ixrac yönümlü etməklə qlobal marka yaratmaq hədəfindədir. Ona görə siz bu avtomobillərdə qətiyyən Çincə yazı, Çin dilində əməliyyat sistemi görə bilməzsiniz. Qlobal olduqları üçün də Azərbaycanda olan bir çox Çin maşınından fərqli olaraq Apple CarPlay, Android Auto kimi imkanları zavod çıxışında birbaşa dəstəkləyir. Bir sözlə, Chery'dən məqsəd bu addımla qlobal kimlik və yeni bir imic yaratmaqdır. Bəs niyə Jayco-nu Çinin Range Rover adlandırırlar? Əslində yaxşı sualdır. Bunun cavabı həm dizaynda, həm də uzun müddətli əməkdaşlıqda gizlidir. Xüsusən də Jayco J7 modelində Range Rover'in xətləmələri və DNA-sı açıq-aydın hiss olunur. Bunu ilk baxışda da hiss eləmək olar, lakin bu sadəcə vizual oxşarlıq deyil. Çünki ana şirkət və Jaguar Land Rover əməkdaşlığı 12 il əvvəl başlayıbdı. Bu ikili 2012-ci ildə yerli bazarda Land Rover istehsal eləmək üçün Chery Jaguar Land Rover adlı birgə müəssisə yaradıblar. Bunun məntiqi davamı olaraq T1X platforması Chery tərəfindən hazırlanıb. Lakin Jaguar Land Rover mühəndisləri platformanın şassi və idarəetmə dinamikasının tənzimlənməsində iştirak ediblər. Sözgedən bu platformada Chery qrupa daxil olan bir çox avtomobilin, o cümlədən Jayco J7 və J8 modellərinin əsasını təşkil edib. Bundan başqa Land Rover qrup hətta köhnə Freelander adının lisenziyasında Chery'yə verib ki, brend Chery platforması üzərində qurulacaq gələcək elektrikli avtomobil xətti üçün bu addan istifadə eləsin. Uzun sözün qısası, Jayco modellərində olan Range Rover ab havası təsadüfi deyil, çünki ana şirkət uzun müddətdir ki, yerli Çin bazarı üçün Range Rover modellərini istehsal edir. İndi isə öz brendini yaradıb Land Rover'in qarşısına tərəfdaşlıqdan əlavə rəqib kimi çıxır. Baxın, elə sırf bu səbəbdən vizual olaraq Jayco J7 modelində Range Rover'in dizayn fəlsəfəsi açıq-aydın hiss olunur. J7 dizaynerləri Land Rover'in imza elementlərini istifadə ediblər. Arxa tərəfdə uzanan işıq zolağı, nazik LED fənərlər və Velar modelini xatırladan proporsiyalar. Tənqidçilər qeyd edir ki, bu birbaşa kopyalama deyil, iki şirkət arasında dərin biznes tərəfdaşlığı səbəbindən qaçınılmaz texnoloji və dizayn yaxınlaşmasıdır. Bazarımıza yenicə daxil olan bu iki brendin avtomobillərinin qısa müddət ərzində bu qədər satılmasının əsas səbəblərindən biri də sürətli bazar yayılımı strategiyası idi. 2025-ci ildə Avropa satış rəqəmləri 200 mini keçdi. Onlar bu rəqəmə əsasən İngiltərə, İspaniya, İtaliya və Polşa sayəsində çatdılar. İlk dəfə 2024-cü ilin fevral ayında Çin brendi olaraq İspaniyada istehsal fabriklərinin açılışını elan elədilər. Təqdimat Madriddə olsa da Avropa zavodu məhz Barselonada yerləşir. Bu addımla da onlar Avropa istehsalı statusunu alıb Avropa üçün yerli istehsal olmaqla bəzi rüsumlardan can qurtarmağı bacardılar. Bu ikili cəmi 2 il ərzində Böyük Britaniya, İspaniya, İtaliya və Polşa daxil olmaqla 16 Avropa ölkəsinə daxil oldu. Halbuki belə sürətli bazar girişi etmək köklü markalarda belə illərlə zaman alan prosesdir. Təkcə Britaniya bazarında elə bir ay oldu ki, onlar 10 mindən çox satış etdilər və bu nəticə onlara həmin bazarda bu rəqəmə ən sürətli çatan brend statusu qazandırdı. Ana şirkətləri Chery ilə birlikdə Omoda və Jayco təkcə 2025-ci ilin statistikalarına görə Britaniyada 53 min ədəd
avtomobil satış edibdi. Bu eyni dövrdə Tesla'nın həmin bazarda satdığı avtomobillərdən 10 min ədəd çoxdur. İtaliyada isə 2026-nın ilkin rəqəmlərinə görə illik müqayisədə Brent 473% artım göstəribdi və alıcılar arasında bazar payını 2,5%-ə yüksəldib. Paralelində İsrail bazarında satışlar artıb və ilk dəfə 13,5%lik bazar payı ilə Toyota'nı geridə qoymağı bacarıblar. Əlavə olaraq Omoda və Jayco təkcə Avropa yox, bizə yaxın olan Türkiyə və Rusiya bazarında da kifayət qədər aktivdir. Hətta brendin əsas uğurlarının başlanğıcı sanksiyalar səbəbindən bazarında qlobal markaları itirən Rusiyadan başlayır. Bu fürsəti yaxşı dəyərləndirən Omoda elə ilk dəfə hələ qlobal təqdimatından öncə Rusiya bazarında satışlara başlayır. Hazırda bu ikilinin Rusiyada 158 satış nöqtəsi var. Türkiyədə isə Çin markaları arasında topçuda olan Chery qlobal brendlərinin avtomobillərini də bir müddətli satışını təşkil eləyir. Təkcə YouTube-da Omoda və Jayco'nun türk dilində olan icmallarını axtarmaqla ümumi vəziyyətlə tanış ola bilərsiniz. Hazırda məndə olan rəqəmlərə görə ana şirkət daxil brendlərin bazar payı 6,9%-dir. Çətin şərtləri olan bu bazarda bu qədər bazar payına yüksəlmənin səbəbini də yəqin ki təxmin edirsiniz. Bu aqressiv qiymət siyasətidir. Bunun sayəsində ana şirkət bütün modellər daxil 2024-cü ildə bu bazarda 16.064 avtomobil satmağı bacarmışdı. Gələk biraz da texniki detallardan danışaq. Jayco modellərinin bu qədər tələb görməsinin əsas səbəbi sözsüz ki, texniki pərdə arxasıdır. Əgər Jayco modellərinin elanlarına baxsanız, model adının yanında SHS əlavəsini görəcəksiniz. Bu tərcümədə super hibrid sistem deməkdir. Məsələn, J7 modeli üzərindən dəyərləndirsək, avtomobil Azərbaycan bazarında plug-in hibrid variantında 1.5 litrlik SHS mühərriklə 48.900 manatı təqdim olunur. Bəs nədir bu SHS və niyə dəyərlidir? SHS, yəni super hibrid sistem, Omoda və Jayco brendləri üçün xüsusi olaraq Chery Holding tərəfindən hazırlanmış plug-in hibrid elektrik mühərrik sistemidir. Eyni sistem Çin daxili bazarında Kunpeng DHD olaraq təqdim olunur. Bu sistem qrupun 3-cü nəsil hibrid texnologiyasından istifadə edərək xüsusi olaraq Böyük Britaniya bazarının tələblərinə uyğunlaşdırılmış versiyasıdır. Sistem yüksək istilik effektivliyi, ultra uzun mənzil, aşağı karbon emissiyası və yüksək batareya təhlükəsizliyi ilə rəqiblərindən fərqlənir. Sistem özündə bir benzin, 2 elektrik olmaqla 3 mühərrik, 3 fiziki sürət pilləsi, 9 rejim və 11 sürət addımını birləşdirir. Bu super sistemin benzin tərəfindəki 1.5 litrlik 143 at gücü emal eləyən 5-ci nəsil mühərrik elektrik mühərriklərlə birləşəndə 347 at gücü və 525 Nm fırlanma anı təmin edə bilir. Sürətlər qutusu DHD-dir, yəni bu sistemin bir parçasıdır. Xüsusi olaraq hibrid ötürücü adlanır. Batareya tərəfində isə əgər J7 modelindən danışıqsa, burada 18,3 kWh-lıq LFP enerji mənbəyi var və super hibrid sistem sayəsində batareyada enerji heç vaxt sıfıra düşmür. Tam dolu batareyası ilə elektrikli tərəfində 90 kilometrlik mənzil vəd edir. Ümumi tam dolu çənlə isə bu rəqəm 1200 kilometrin üzərinə qədər yüksəlir. Təbii ki, bu sizin sürüş aqressiyanızdan asılı olaraq dəyişən bir vəziyyətdir. Brendin ikinci önə çıxan önəmli texnologiyası tam ötürücülü sistemidir. Çünki onlar burada sadə AWD, yəni all-wheel drive texnologiyası istifadə etməyiblər. Bu, Jayco'nun xüsusi olaraq inkişaf etdirdiyi intellektual dörd-təkərli sürücülük platformasıdır. Çünki burada sistem güc bölgüsünü ağıllı şəkildə eləyə bilir. Ona görə də adlandırma tam olaraq AWD yox, ARDIS, yəni All Road Drive Intelligent System olaraq qeyd olunub. Həmin bu ağıllı sistem torque vectoring texnologiyasını tətbiq eləyərək sol-sağ arxa təkərlər arasında momenti 0 və 100% arasında dinamik şəkildə bölüşdürür. Bu nə deməkdir? Qısa olaraq belə izah eləmək olar ki, yəni bir növ avtomobil hərəkət elədiyi səthi tanıyaraq ona uyğun güc balansını müəyyənləşdirib hansı təkərə nə qədər güc verəcəyini real zamanda təyin edə bilər. Hətta 3 təkər eyni anda tutum itirsə belə bütün gücü bir təkərə yönəldib avtomobili vəziyyətdən çıxara bilir. Uzun sözün qısası, bu sistem sadə bir güc paylayıcı deyil. O, sensor, proqram təminatı və mexanikanı birləşdirən aktiv intellektual sistemdir. Əsas fəlsəfəsi də məhz şəhər komfortu ilə həqiqi off-road qabiliyyətini bir platformada birləşdirməkdir. Bu texnologiya Azərbaycanda satılan J7 modelində olmasa da bir üst segment olan J8 modeli Azərbaycan bazarına gəlir və həmin avtomobilin satış qiyməti də rəsmi olaraq
75 min manat təşkil eləyir. Son olaraq bu videonun əsas məqsədi Azərbaycan bazarına daxil olan növbəti Çin brendi haqqında geniş məlumat vermək idi. Həm Omoda, həm Jayco brendləri Azərbaycan bazarına rəsmi olaraq iMotors tərəfindən gətirilir. Şirkət bu avtomobilləri ilə Azərbaycan bazarında orta üst segmenti hədəfləməyi düşünür. Modellərə isə 7 il 200 min kilometr kimi fantastik rəsmi zəmanət şərtləri təklif olunur. Zəmanətdən danışmışkən söz gedən brendlərin Avropada bu qədər maraq görməsinin səbəblərindən biri də məhz uzun müddətli zəmanət təminatları olub. Belə dostlar, ümid edirəm bu informativ video sizin üçün ən azından avtomobil seçən zaman az məlumat tapılan Çin brendləri barəsində fikir sahibi olmağınıza kömək eləyəcək. Əgər belə videoların davamlı və seriyalı şəkildə olmağını istəyirsinizsə, rəy bölməsində fikirlərinizi mütləq mənimlə bölüşün.